öz zirəhi, qalın zirəhidir. Ən qalın hissəsi bax buradır. Baba, bu lövhəni görürsünüz. Bax, ən qalın hissəsi buradır və o hissə göstərdiyiniz kimi bütöv eyni qalınlıqda deyil. Sürücü optikasının ətrafı diqqətlə baxsanız ora bilinir, çökəkdir. Gövdənin o hissəsi sadəcə 80 mm-dir. Güllənin ön hissəsi ən qalın yeri sayılır. Onun nə qədər qalın olduğunu digər bir yerdə mən sizə göstərəcəm. Görəcəyiz ki, əslində qalsa burada nə qədər zireh var. Və zireh bütün metal deyil. Orada kompozit zirehlənmə deyilən bir anlayış var. Polad gəlir, sonra steklotekstalit, sonra yenə polad, başqa bir material və o, bax, belə bucaq altında düzülür. 200 mm ümumi qalınlığıdır, məhz buranı nəzərdə tuturam. Polad, tekstalit polada qədər yaxşı gəlmişdi, ondan sonra qarışdırdı. Bu tank səhv eləmirəmsə T-72 seriyasının A modelidir. Bu tankın ön üst gövdə zirehi göstərdiyiniz hissəsinin qalınlığı və zireh materialı 60 mm reha polad, yəni orta sərtlikdə polad, 105 mm 52 yarım 52 yarım şəklində 105 mm tekstalit, 50 mm reha polad olmaqla ümumi qalınlığı 215 mm-dir. O ekranda göstərdiyiniz zireh isə T-90 seriyasının zirehidir. Onun T-72 ilə heç bir əlaqəsi yoxdur.